Hashimoto nədir və onun əməliyyatla əlaqəsi varmı? Deməli, Hashimoto bizim zobun xroniki bir növüdür. Hansı ki, mən üzr istəyirəm, mən çox sadə loru formasında çatdıracağım ki, tibbi təhsili olmayan insanlar onu tam anlasın. Hashimoto bizim qan analizimizin nəticəsində əşkarlanır. Yəni, bu bizim qanımızdadır. Bu antikorlardır, hansı ki, yaranır. Sizin immun sisteminiz qalxan varivəzi yad bilməyə başlayır və qalxan varivəzin sağlam hüceyrələrini zədələməyə çalışır ki, sizin qalxan varivəziniz bir orqan kimi fəaliyyətini itirsin. Yəni, qanda olan bir analizdir. İndi keçək bu Hashimoto ilə əməliyyatla bağlı. Əməliyyata göstəriş böyük düyünlərdir, şübhəli düyünlərdir, biopsiya olunubsa, əgər orada şübhə bir varsa və ya gecikmiş formada 3 santidən böyük düyün varsa, bu əməliyyata göstərişdir. Sadəcə insanın həm qan analizində Hashimoto zobu da əşkarlana bilər, həm eyni zamanda düyünləri də ola bilər, vəzdə böyümə ola bilər və ya biopsiya nəticəsində şübhəli düyün əşkarlana bilər. Yəni, əgər sizdə həm Hashimoto diaqnozu varsa, həm düyünlər, böyük düyünlər varsa, sizin əməliyyata göstəriş var. Amma bunun Hashimoto ilə heç bir əlaqəsi yoxdur. Yəni, əgər sizdə Hashimoto varsa, vəzinizdə böyümə yoxdursa, düyünlər yoxdursa, Hashimoto əməliyyatla heç bir əlaqəsi yoxdur. Yəni də dediyim kimi, bu qanda olan orqanizmə gedən bir prosesdir, hansı ki, 11 dənə işi var. Qalxanvari vəzin sağlam hüceyrələrini, hansılar ki, bədənə hormon ifraz eləyir, onları zədələməyə çalışır ki, qalxanvari vəz bir orqan kimi fəaliyyətini itirsin.